Salam, hər vaxtınız xeyir. Etibarlı xəbərin doğru ünvanlasıdır və xəbərin saatı 14 olan buraxılışını təqdim edirik. Studiyada Cavit Sadıqovdur. Əvvəlcə anonslar. Bu il əmək pensiyalarında artım 9% ətrafındadır. Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev daha hansı yenilikləri açıqladı? ABŞ, Danimarka və Qrenlandiya rəsmiləri Vaşinqtonda yüksək səviyyəli işçi qrupunun yaradılması ilə bağlı razılığa gəldilər. Bəs Qrenlandiyalıların reaksiyası necədir? Ölkə ərazisində qarlı hava davam eləyir. Bəs sinoptiklərin proqnozları necədir? Bakıya qar yağacaqmı? İndi isə ətraflı. ABŞ prezidenti Donald Trump Ukraynada mümkün sülh sazişinin bağlanmasına Moskvanın deyil, Kiyevin mane olduğunu hesab edir. Bu barədə Donald Trump Oval Kabinetdə Reuters agentliyinə verdiyi müsahibədə bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə Rusiya prezidenti Vladimir Putin artıq 4 ildirdir ki, davam edən Ukrayna müharibəsini başa çatdırmağa hazırdır. Ukrayna isə əksinə bu məsələyə yetərincə hazır deyil. Zelenski, razılaşmanın əldə olunması yolunda əsas maneə odur, deyə Trump bildirib. ABŞ Senatı qanunverici orqanın razılığı olmadan Venezuelaya qarşı hərbi əməliyyat keçirilməsinə qadağa qoyan qətnaməni qəbul etməyib. Sənədi dəstəkləyən və ona qarşı çıxanların sayı bərabər olduğundan vitse-prezident J.D. Vance'in səsi həlledici rol oynayıb. Beləliklə, sənəd 50 səs əleyhinə, 51 səs əleyhinə olmaqla qəbul edilməyib. ABŞ konstitusiyası əsasən Senata Vance sədrlik eləyir. Sözügedən qətnamə Konqres tərəfindən təsdiqlənmədiyi təqdirdə ABŞ silahlı qüvvələrinin Venezuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda iştirakının qarşısını almaq məqsədi daşıyır. Qətnamədə qeyd olunur ki, ABŞ-də yalnız qanunverici orqan müharibə elan etmək səlahiyyətinə malikdir. No, Miss Ernst, Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında immiqrasiya və gömrük polisi əməkdaşı Venezuela vətəndaşını ayağından güllələyib. Bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Qurumun iddiasına görə Minneapolis şəhərində federal agent öz həyatını qorumaq məqsədi ilə müdafiə xarakterli atəş açıb. Hadisə şəhərdə kütləvi nümayişlərə səbəb olub. Yüzlərdən etirazçı küçələrə axışıb. Şəhərdə atışma səsləri də eşidilib. Aksiya iştirakçıları bir neçə avtomobili yararsız vəziyyətə salıblar. Minnesota ştatının yerli icra orqanları sakinləri sakitliyə çağırıb. Xatırladaq ki, bu bir həftə ərzində qeydə alınan ikinci oxşar hadisədir. Yanvarın 7-sində isə gömrük mühafizəçisinin açdığı atəş nəticəsində 37 yaşlı qadın həyatını itirmişdi. Türkiyə İranla bağlı hadisələri diqqətlə izləyir. Bu fikirləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bugün keçirilən mətbuat konfransında bildirib. O, Ankaranın İrana qarşı hərbi gücdən istifadə senarilərinin əleyhinə olduğunu qeyd edib. Önceliğimiz hiçbir şekilde güç kullanımına yol açacak bir duruma gelmemek. Ama maalesef geçtiğimiz aylarda da gördük. 12 gün savaşlarında önce İsrail'in sonra da Amerika'nın mahdut da olsa bir saldırısıyla karşı karşıya kaldık ve bu saldırı belli bir yerde durdu. Şimdi bunun tekrar etme olasılığının ortaya çıkması yani bizim tasvip ettiğimiz bir şey değil. Biz kesinlikle sorunların diyalogla çözülmesini istiyoruz. İran'da olacak geniş çaplı istikrarsızlığın bölgenin kaldırma kapasitesinin çok üstünde olduğunu düşünüyorum ben. Onun için diplomatik çabalara devam edeceğiz. İnşallah Amerika ile İran kendi arasında bu konuyu gerek arabulucular üzerinden gerek diğer aktörler üzerinden veya direkt görüşerek çözerler. Biz de konuyu yakından takip ediyoruz. İrandakı etiraz aksiyaları fonunda onlarla şəxs Türkiyə ilə sərhədə axışıb. Reuters'in məlumatına görə bir sıra ölkələrin öz vətəndaşlarına İranı tərk etməklə bağlı çağırışından sonra bu hal yaşanıb. Sərhədə gedənlər Türkiyənin Van vilayətinə keçid eləyirlər.
İrandakı vəziyyət bu ölkənin Türkiyə ilə sərhəd keçid məntəqələrinə də təsirsiz ötüşməyib. Söhbət Vandakı Kapıköy keçid məntəqəsindən gedir. Son günlərdə İrandan vətəndaşların bu sərhəd məntəqəsi vasitəsilə Türkiyəyə daxil olan vətəndaşların sayında müəyyən artım müşahidə olunur. Müəyyən artım deyirəm çünki fövqəladə bir vəziyyətdən, kəskin bir artımdan söhbət getmir. Bu artım bəzi ölkələrin öz vətəndaşlarını İrandan Türkiyə vasitəsilə İranı tərk etməyə çağırmasından sonra xüsusilə müşahidə olunur. Müqayisə üçün deyək ki, ötən ilin yanvar ayının ilk 12-13 günündə əgər 19 bindən biraz artıq vətəndaş İrandan Türkiyəyə bu sərhəd məntəqəsi vasitəsilə daxil olmuşdursa, hal-hazırda bu rəqəm 21 bindən biraz artıqdır. Yəni söhbət 2000-2200 nəfərdən gedir. Bəzi ölkələrin səfirlikləri həmin sərhəd məntəqəsinə yaxınlığına öz avtobuslarını, nəqliyyat vasitələrini göndəriblər ki, əgər həmin ölkələrin vətəndaşları da Türkiyəyə daxil olarsa, onların təxliyəsi üçün şərait yaradılsın. Bəli, Türkiyənin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün İrandan Türkiyəyə keçən vətəndaşlar bir də bir informasiya mənbəyidir eyni zamanda. Çünki İranda hadisələrdən sonra internet məhdudlaşdırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyəti kifayət qədər məhduddur və yeganə informasiya mənbəyi Amerika Birləşmiş Ştatlarında yerləşən İnsan Hüquqları Fəalları Agentliyidir, xəbər agentliyidir və bu baxımdan Türkiyəyə daxil olan vətəndaşlardan da ölkədə baş verənlərlə bağlı məlumat almağa çalışırlar Türkiyənin kütləvi informasiya vasitələrinin nümayəndələri. Qrenlandiya məsələsində Kopenhagendən Vaşinqtonun mövqeləri fərqlənir. Danimarka Xarici İşlər Naziri ABŞ-nin vitse-prezidenti və dövlət katibi ilə görüşün yekunlarını şərh eləyərkən belə deyib. Bununla belə o, danışıqların davam etdiriləcəyinə diqqət çəkib. Vaşinqton görüşü Qrenlandiya sakinlərində gərginliyin azalmasına dair ümidləri artırıb. Danimarkanın Xarici İşlər Naziri Lars Løkke Rasmussen konstruktiv müzakirələr apardıqlarını bəyan edib. O, Qrenlandiyada uzun müddətli təhlükəsizliyin təmin olunmasının danışıqlarda diqqət mərkəzində olduğunu bildirib. Burada deməliyəm ki, bizim baxışlarımız əvvəlki kimi fərqlənir. Prezident öz nöqteyi nəzərini açıq şəkildə ifadə edib. Bizim isə mövqeyimiz fərqlidir. Danimarka Krallığı olaraq biz əvvəlki kimi hesab edirik ki, Qrenlandiyanın uzun müddətli təhlükəsizliyi mövcud çərçivədə Qrenlandiyanın müdafiəsi ilə bağlı 1951-ci il razılaşması, eləcə də NATO sazişi çərçivəsində təmin oluna bilər. Danimarka Krallığının ərazi bütövlüyünə və Qrenlandiya əhalisinin öz müqəddəratını təyin etmə hüququna hörmət etməyən ideyalar bizim üçün tamamilə qəbul edilməzdir. Bizim tərəfimizdən ABŞ ilə əməkdaşlığı gücləndirməyin nə dərəcədə vacib olduğunu söyləmək böyük əhəmiyyət kəsb edir. Lakin bu bizim ABŞ-ya məxsus olmaq istədiyimiz anlamına gəlmir. Vaşinqtonda keçirilmiş görüş zamanı tərəflər yüksək səviyyəli işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlib. İşçi qrupunun ilk iclasının yaxın həftələrdə keçiriləcəyi gözlənilir. Qrenlandiya sakinləri Amerika Birləşmiş Ştatları, Danimarka və ada rəsmilərinin görüşünü diqqətlə izləyiblər. Görüşdən sonra verilən açıqlamalar bir çoxlarında gərginliyin azalmasına dair ümidləri artırır. Yensenlər ailəsinin üzvləri mətbuat konfransını izləyəndən sonra bir qədər rahatladıqlarını bildirirlər. Onların fikrincə rəsmilərin danışıqları davam etdirməklə bağlı razılığa gəlməsi çox yaxşı haldır. Onlar Qrenlandiya ilə bağlı mübahisəni davam etdirirlər, lakin indi öz fikirlərində qalmaqla bağlı razılığa gəliblər. Düşünürəm ki, onların bununla bağlı razılığa gəlməsi və daha ətraflı danışıqlar aparmaq istəməsi çox yaxşı haldır. Düşünürəm ki, bu gecə rahat yata bilərik. Mətbuat konfransını izləyəndən sonra bir qədər rahatladıq. Narahatlığım hələ də qalır. Lakin onların məsələni ətraflı müzakirə etməsi gərginliyimizi azaltdı. Fərda Abbasova, ASTV Xəbər. Keçid alırıq ölkə xəbərlərinə. Zaqatalada yol qəzası olub. Qax rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə sürücü və sərnişin xəsarət alıb. Xəstəxanaya çatdırılan sürücünün həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə hadisəyə səbəb sürücünün səhhətinin qəflətən pisləşməsi olub.
Lənkəranın Viravul kəndində fərdi yaşayış evində yanğın baş verib. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Alov genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 4 otaqlı evin bir hissəsi yanıb. Xəsarət alan olmayıb. Daşkəsən sakini Gəncədə dəm qazından boğularaq ölüb. 35 yaşlı kişi xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Bakıda 25 yaşlı gənc yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib. Hadisə Yasamal rayonunda baş verib. Sumqayıtda da dəm qazı can alıb. 18-ci mikrorayon ərazisində yaşayan 48 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır. Naxçıvanda da dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Bədbəxt hadisə nəticəsində Türkiyə vətəndaşı olan 2 tələbə həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. ASTV xəbərə baxırsınız. Bakının bir neçə ərazisində geniş miqyaslı söküntü işləri başlayır. Şəhərin mərkəzi hissələrindəki köhnə həyət evləri və binalar söküləcək. Bu barədə daha ətraflı birbaşa bağlantıda olan əməkdaşımız Vüsal Arifsoy son məlumatları çatdıracaq. Vüsal, indi hal-hazırda hansı ərazidəsiz? Buyurun, söz sizdədir. Bəli, paytaxtın bir sıra rayonlarında istismar müddətini başa vuran və qəzalı vəziyyətdə olan binaların söküntüsü planlaşdırılır. Söhbət Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanı rayonlarından gedir. Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirib və aktlaşdırılıb. Hazırda Bakı, Sumqayıt və Gəncədə ümumilikdə 260 qəzalı bina var. Nəzərinizə çatdırım ki, Bakıda 228-dir, Sumqayıt 21, Gəncədə isə 11 bu cür qəzalı vəziyyətdə olan binalar mövcuddur. Qeyd edim ki, şəhərdə aparılan söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsinə və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların aparılması nəzərdə tutulur. Həmçinin bəzi ərazilərdə abadlıq işlərinin görülməsi, parkların salınması gözlənilir. Əgər söküntü gedən ərazilərdə yeni binaların inşası aparılarsa, həmin binadan vətəndaşlara yeni mənzillər təklif olunacaq. Qəzalı vəziyyətdə olan istismar müddəti başa vuran bu cür tikirlər məhz fövqəladə hallar zamanı insanların həyatı üçün də ciddi risklər yaradır. Elə buna görə də məhz bu cür binaların söküntüsü prioritet məsələlərdən biridir. Bizim çatdıracaqlarımız bundan ibarət idi. Sözü yenidən sizə ötürürük. Vüsal, təşəkkür edirəm sizə çatdırdığınız ətraflı məlumatlara görə. 2025-ci il 5-ci sosial islahat zərfi 3 milyon vətəndaşı əhatə edib. Pensiyaların illik indeksləşməsi üçün 520 milyon manat vəsait ayrılıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəkay Mirzəyev 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib. Ötən ilin əvvəlində, yəni yanvar ayının 1-dən etibarən minimum aylıq əmək haqqları 16% qaldırılaraq 345 manatdan 400 manata çatdırıldı. Bildiyiniz kimi bu 700 min şəxsi əhatə etdi və bunların 330 mini özəl sektorda çalışan şəxslərdir. Ötən ilin fevral ayının 1-dən minimum pensiyalarda 14,3% artım aparıldı. 280 manatdan 320 manata çatdırıldı. Ötən il fevral ayında qüvvəyə minən, lakin yanvar ayının 1-dən tətbiq edilən pensiya indeksləşdirilmələri 8,1% artımla qeydə alındı. 1,1 milyon vətəndaşımızı, pensiya alan vətəndaşımızı ehtiva etdi.
Ana dilimiz milli kimliyimizin əsas sütunlarından biridir. Ona görə də dilin saflığını qorumaq müasir dövrün ən vacib məsələlərindəndir. Bu fikirlər Bakı Dövlət Universitetində keçirilən audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində adlı elmi-praktik konferansda səsləndirilib. Televiziya və rəqəmsal platformaların cəmiyyət üçün nümunəvi dil mühiti yaratmalı olduğu vurğulanıb. 50 milyondan çox insan üçün bizim dilimiz böyük xalq dilidir. Olmasıyla bağlı maddə daxil edilir. Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur. Dağlıq ərazilərə qar yağır. Hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə xəbərdarlıq edilib. Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təhlükəsizlik məqsədi ilə sürücülərin Şuşaya gedərkən alternativ avtomobil yollarından istifadə etmələri tövsiyə olunur. Mövcud vəziyyəti nəzərə alaraq sürücülərə Füzuli Qırmızı Bazar Şuşa kənd Şuşa, eləcə də Ağdam Ağdərə Xankəndi Şuşa avtomobil yolları ilə hərəkət etmələri məsləhət görülür. Yeri gəlmişkən, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bəs bölgələrdə hava necə olacaq? Havanın maksimal temperaturu bugün 4-6 dərəcə, yanvarın 16-sında isə 6-9 dərəcə isti olacaq. Bölgələrdə yağıntılı hava şəraitinin bugün axşamadək davam edəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Artıq axşam saatlarından yağıntılar tədricən kəsiləcək, yanvarın 16-sında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək, havanın maksimal temperaturu mərkəzi aran rayonlarında 5-8 dərəcə isti, dağlıq ərazilərdə isə 2-5 dərəcə şaxta olacaq. Belə hörmətli tamaşaçılar, bu saat olan son xəbərlərimiz bunlardan ibarət idi. Diqqətiniz üçün təşəkkürlər. ASTV Xəbərin saat 16 olan buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.